Virtuoz tarifatçısı Səxavət müəllim Məmmədov bugün qonağımdır və bugün Səxavət müəllimin iki tar alətinə mikronsond mexanizmli aşıqlar quraşdırıldı. Bir alətə ağac başlıqlı, növbəti alətə isə, ikinci alətə isə ibanit başlıqlı mikronsond mexanizmli aşıqlar quraşdırıldı. Sahibinə xeyirli olsun, uğurlu olsun. Bu yeni ildə Səxavət müəllimə və dostlarıma, musiqiçi dostlarımın hər birinə yeni uğurlar, sənətin pik zirvəsini arzuluyuram. Həyatda bütün arzularınız həyata keçsin inşallah və mübarək deyirəm Səxavət müəllim. Xeyirli olsun, xeyirli olsun, xeyrin görəsiz. İzləyicilərinizə salamlayıram. İki tarımızı düzəltdi, Elsəvər müəllim. Görsənir, biri fərqli rəngdədir, biri qara rəngdə. Kəlliyə uyğun rəngdə belə deyək. Çox da yaxşıdır. Bilirəm, kökləyək. Hər bir xırda detalına kimi kökləmək olur. Simlər təzə salınıb, ona görə biraz baxaq. Gördüğünüz kimi buyurun. simlərimiz təzədir, ona görə bir balaca kök saxlamaya bilər, amma aşağılara söz yoxdur. Xeyirli olsun, Yaradana bilərsiniz, əziz dostlar, hər birinizə tövsiyə edirəm. Həm də eyni zamanda qeyd edeyim, çəkisi də çox yüngüldür. Yəni ifa vaxtı ağırlıq eləmir, əksinə qram fərqi var, amma davamlı ifa zamanı qramın böyük təsiri var. Ona görə hər bir qramın yüngül olmağı, çəkisinin az olmağı çox yaxşıdır. Çox sağ olun sizə, əllərinizə sağ olun.